Bugünkü mövzumuzda pH haqqında olacaq. pH nədir? Fərqi yoxdur, hansı firmanın olsun. pH 11-12 arası dəyişir. Avtoyuyucuları da qınamıram, çünki bizim insanlar özü də baha qiymət olanda avtoyumaya avtomobili vermirlər. Sizin avtomobil 2 ya 3 mərhələ yuyulmursa, sizin keramikanızdan əlbəttə əsər əlamət qalmayacaq. Baxırıq ki, insanı aldadıb keramika adı ilə adi bir voz qırıqlar. Bəzən eşidirik ki, avtomobilin, avtoşampunun tərkibində cila effekti var, keramika effekti var, su qovuculuq var. Yəni o gülünc bir şeydir. Bəzilərinin qeyri-peşəkar olanların canlılarına baxırıq, deyirlər ki, bəs adını da çəkə bilərəm rahat. Ancaq body kit yığdılar, oldu ki. Bugünkü gün bazarda amma Amerika adı ilə bir çox saxta plonkalar satılır. Öncə hamınızı salamlayıram əziz dostlar. Avtopodcast kanalımıza yenidən xoş gəlmisiniz. Bilirik, çoxdandır sizlər üçün video çəkmirik, amma inşallah bundan sonra videolarımız davamlı gələcək. Detailinqlərdə yeni qonaqlarımız olacaq. PPF, avtoyuma, cilalama, keramika haqqında yeni mövzular və yeni qonaqlarımız da olacaq. Bugünkü mövzu məncə ondan da daha vacibdir ki, çünki insanlarımız çox az məlumatlıdır. Çalışacağıq bu mövzunu daha geniş sizə, belə deyim, elmi dillə yox, daha hamının anlayacağı dillə başa salaq ki, hamı bu mövzunu başa düşsün və bunun necə vacib olduğunu anlasın. Bugünkü mövzumuzda pH haqqında olacaq. pH nədir? pH, belə deyək, göstəricidir. Görürsünüz ki, bütün kontaktsız yuma şampunları olsun, keramikalar olsun, vosklar olsun, nano şampunlar olsun, əllə yuma şampun olsun, hamısının üzərində pH göstərici göstərir. pH necə ölçülür? pH 0-dan 14-ə qədər dəyişir. Və belə deyək, 7 indidən deyim ki, vacib olan 7 neytraldır. Yəni neytraldır odur ki, içməli sudur, yəni heç bir zərəri olmayan bir göstəricidir. Keçirik indi turşu mühitinə. Hamı anladığı, belə deyək, kislata olsun. Yəni turşu mühiti 7-dən aşağı, yəni 6, 5, 4, 3, 2, 1, 0. Yəni bu kislotli mühitdir, yəni turşu tərkibli vasitələr olur və 7-dən yuxarı olur qələvi. Yəni görürsünüz ki, 7, 12, 14 arası dəyişən qələvi mühitidir. O da yəni bizim kontaktsız yuma şampunlarımızın əksinin, yəni tərkibində olan pH-dir. Yəni standart pH çoxunda şampunların fərqi yoxdur, hansı firmanın olsun. pH 11-12 arası dəyişir. Yəni bu nə üçündür? Yəni bu göstərici niyə 7 deyil, 8 deyil? Yəni onları da sizə izah edəcəm və bunun zərəri var ya yox, hamısında indi sizə bir-bir izah edəcəm və bunun laka zədə vermədən, keramikaya və PPF-ə zədə vermədən neytrallaşması, düzgün yuyulmasını, hamısını sizə izah edəcəm. Başlayaq əsas kontaktsız yumalardan. Niyə onlar qələvi mühitində olur, ya neytral, ya turşu mühitində olmur? Onu izah edeyim ki, ilk öncə qələvi mühitində niyə olur? Çünki tərkibində olan əsas natrium hidroksid, kimyəvi elementi natri OH, palçıqla loru dildə deyək, reaksiyaya girən əsas bir maddədir və o maddə palçığı yumuşaldır, amma yuma qabiliyyəti yoxdur. Yuma qabiliyyətini əsas görənlər səthi aktiv maddələrdir. Yəni rusca pavlar deməkdir, poverxnosno aktivni vişestva. Yəni əsas rolu yenə də səthi aktiv maddələr oynayır. Amma natrium hidroksid onu ilk öncə yumuşaldır və sonradan onlar öz işini görməyə başlayır. Və natrium hidroksid nədir? Natrium hidroksid əslində toksik bir maddədir, yəni onu mütləq neytrallaşdırmaq lazımdır. Həm avtomobilə ziyan olur, həm də insan orqanizminə ziyanı olur. Bunu Avropa Birliyi olsun, Kanada olsun, Yaponiya, Asiya ölkələri inkişaf eləmiş, belə deyək, Koreyadır, Yaponiyadır, bu ölkələr pH 11 göstəricidən yuxarı heç bir istehsalçısı olsun, avtoyuması olsun istifadəsini qadağan edir.
Qadağan olunma səbəbi də bunların təzədən yenidən kanalizasiya sistemlərinə getməsi və suyu sadəcə zəhərlənməsi olur. Ona görə də bir çox ölkədə əgər bu şampunlar, pH yüksək olan şampunlar istifadə olunursa, bunlarda belə bir standartlaşma var ki, əsas standartlaşmanın biri odur ki, filtr olmalıdır, su filtri olmalıdır ki, birincisi çoxunuzun avtomobilində avtoyumadan sonra görürsünüz ki, şampunun ləkəsi qaldı ya suyun ləkəsi qaldı. Bu göstərici odur ki, filtrsiz şampunları filtrsiz istifadə eləmirlər. Su təmizləyici mütləq lazımdır. Avtomobillərin üzərində heç bir ləkə iz qalmasın. Su ləkələri, yəni çoxumuzda o problemlər baş verir avtoyumadan sonra. Onu neytrallaşdırmaq üçün çoxumuz turşu tərkibli avto şampundan istifadə edirsiniz. Mən də müştərilərə onu tövsiyə edirəm, çünki yüksək qələvi tərkibli şampundan istifadə olunub. O ləkələri də aparmaq üçün turşu tərkibli, yəni kislotli şampunlardan istifadə edirlər. Yəni o standartlaşma nəyə bağlıdır? O standartlaşma, yenə deyirəm, suyun toksik maddələrindən getməsinə yol vermirlər. Su onlarda, belə deyək, böyük avtoyumalarda necə baş verir bu proseslərin hamısı? Çənlər olur, belə deyək, öz dilimizdə də, yəni loru dildə. 2 çən olur, yəni şampunla avtomobil yuyuldusa, gedir bir çənə və o çəndən sonra filtrdən keçir və yenidən digər çənə dolur. Yəni su, belə deyək, daxildə sirkulyasiya edir və heç bir kanalizasiya sisteminə getmir. Yəni bu Avropa Birliyində, Amerika, Kanada və bəzi Asiya ölkələrində qanun olaraq mövcuddur. Bizdə Azərbaycanda o standartlaşma əlbəttə yoxdur. Yəqin ki, nə vaxtsa olar, amma insan canına əlavə, yəni gündə avtomobillər yuyulur, düz indi kanalizasiya sisteminə daxil olur. Hətta belə avtomobilə də, lakına da çox zərər vurur. Çünki belə deyək, avtomobilin lakının dözümlüyü 2-4H arası dəyişir. Yəni keramikalarımız görürsünüz, yəni yazılır üzərində 9H, yəni keramika ilə lakın fərqini görərək sadəcə olaraq lak daha qalındır keramikadan, çünki 30 millilik, 50 millilik qablaşma heç bir, belə deyək, qoruyucu bir effekt verməyəcək, sadəcə hidrofob verəcək, parıltı verəcək, avtomobilə mikrofiber dəsmalından cızıqların keçməsinə elə də imkan vermir, su ləkələrindən də qoruyur. Ona görə də keramika istifadəsi daha məsləhətlidir həmişə. Amma mövzu lak olduqda, yəni çoxumuzun avtomobilində keramika bəlkə də yoxdur. Lakdır, yəni lakın da dözümlüyün, yəni sizə dedim, yəni 2-4H arasıdır. Keramikada sərtlik, belə deyək, 9H-dır. Sadəcə lak çoxdur deyə, yəni bir avtomobilə yəqin ki, hardasa 2-3 litr arası lak vurulur. Yəni yenə deyirəm, 30 milli belə sərt olan məhsul 2-3 avtoyumadan sonra yoxa çıxır. Nəyə görə yoxa çıxır? Çünki hətta onların üstündə də belə yazılır ki, pH dözümlüyü 10, 9,5, 10,5 belə, yəni 12-14 pH bəzən yazırlar. O marketinq kimi mən onu adlandırıram. Çünki 13-14 pH-a heç bir keramika dözməyəcək. Çünki onun tərkibində əsas olan CO2, yəni hamısında olar demək CO2-dir. Onların maksimum dözəcəyi pH 9,5-10 arasıdır. Ona görə də bəzən eşidirik ki, avtoşampunun tərkibində cila effekti var, keramika effekti var, su qovuculuq var. Yəni o gülünc bir şeydir. Qeyri-mümkün bir şeydir. Sadəcə satış niyyəti ilə deyilən bir məlumatdır. Yəni heç bir kontaktsız yuma şampun, deyək, pH 8-dən yuxarı olduqca, yəni neytraldan yuxarı olduqca
Onun tərkibində heç cürə su qovuculuq mümkün deyil. Olsun, yəni olsa da belə sadəcə efir yağları qatqıda olur. O da yəni yüngül belə su qovuculuq kimi yaradır, amma heç bir qoruma effekti olmur. Ona görə də qələvi tərkibli şampunu həmişə neytrallaşdırmaq lazımdır. Əgər avtomobiliniz keramikalı ya PPF-lidirsə, avtomobili 2 mərhələ yumalısınız. Birinci prevoşla, prevoş odur ki, birinci mərhələ. İkinci mərhələdə siz nano şampundan istifadə eləməlisiniz. Əgər yoxdursa keramika, sadə belə deyil, laklı maşındır. 3 mərhələ daha yuma məsləhətlidir. Yəni 3 mərhələ imkan olmasa da, yəni keramikasız yenə də avtomobili minimum 2 mərhələ yumalısınız. Ya nano şampunla, ya sadə əllə yuma şampunla. Amma keramikalı PPF-li avtomobili mütləq ikinci mərhələdə nano şampunla yuyun və vosk, kvarts belə şeylər elə də məsləhətli deyil vurmaq avtomobilin üzərinə. Çünki tərkibində həll edici, yəni rastvaritillər var. O da yavaş-yavaş keramikanı yeyir, yəni eyni qələvi kimi. Nəyə görə avtoyumalarda Azərbaycanda yüksək, belə deyək, qələvi tərkibli avtoşampunlar istifadə edilir? Çünki qələvi tərkibli, yəni yüksək qələvi tərkibli birinci mərhələ şampunları daha belə deyək, dağıdıcıdır, daha tez palçığa reaksiya girir və təmizləyir. Ona görə də vaxta qənaət eləmək kimi olur, amma belə də deyək də, avtoyuyucuları da qınamıram. Çünki bizim insanlar özü də baha qiymət olanda avtoyumaya avtomobili vermirlər. Yəni 6 manat, 8 manat arası pul verməyə hazırdılar. Ona görə də 25-30 manat arası heç kim ödəniş eləmək istəmir avtomobilin yuyulmasına. Çünki yəni 3 mərhələ, 2 mərhələ avtoyuma heç vaxt 8, 6, 10 manata ola bilməz. Yəni bəzən müştərilər gəlir, deyir, bəs keramika vurdum avtomobilimə, 2 ay keçmədi, keramikadan deyir, əsər əlamət qalmadı. Bəs deyirik, harada yuduzdurmuşsunuz? Deyir, məhəllədə moykaya verirəm, 6 istəyirlər, 10 verirəm ki, yaxşı yusun, amma yenə də keramika qalmır. Yəni onun heç bir şeyi yoxdur, xeyri yoxdur. 10 verirsinizsə, 15 verirsinizsə, sizin avtomobil 2 ya 3 mərhələ yuyulmursa, sizin keramikanızdan əlbəttə əsər əlamət qalmayacaq. Ona görə də insanlara da dəyər vermək lazımdır, işinə də dəyər verilsin. Yəni avtoyumalar da istəsələr əlbəttə ki, o xidməti əlavə eləyə bilərlər özləri üçün. Yəni şey deyil, şərt deyil ki, getsinlər böyük kanistrlə xərc eləyib alsınlar. Ən azından heç olmasa balaca qablaşmada belə bir məhsullar alıb, yəni müştəriyə xidməti təklif eləyə bilərsiniz ki, bəs istəyirsiniz avtomobili 2 mərhələ ya 3 mərhələ yox, əgər avtomobiliniz keramika ilə ya PPF ilə üzlənibsə, yəni siz o xidməti, yəni 10 müştəridə məncə 2-3 müştəri istəyər əlbəttə ki, avtomobili keyfiyyətli yuyulsun, avtomobilin lakına, boyasına, keramikasına ya PPF-nə heç bir zərər olmasın. Bir də onu demək istəyirəm ki, olur şampunlar bəzən yuyurlar, ağ maşınlarda görsənir, o daha əl vururlar, yəni belə barmaq izləri qalır, yüngül statik tirk qalır. Onu da deyim ki, o normaldır, o olmalıdır. Əksinə qələvi tərkibli olsa da, yəni çox zərər vermir avtomobilimizə. Yəni hansı ki, o izi də belə saxlamır. Yəni o şampunla qorxun ki, yəni o artıq sizin lakınızı yeməyə başlayır. Yəni lak bir günə yeyilməyəcək. Əlbəttə indi deyəcəksiniz ki, yudum maşını parıldadı, belə elə. Yəni avtomobil onsuz, yəni tirkli olanda belə siz onu nə ilə yusanız da, yəni sizin gözünüzə avtomobil parlaq gələcək. Yəni bu sadəcə gözü aldadan bir şeydir. Ona görə də belə deyim sizə, statik tirk qalıbsa o normaldır. Yəni heç bir laka, boyaya, keramikaya zərəri yoxdur, amma yenə də onu neytrallaşdırmaq lazım. Çünki aqressiv maddədir. Yəni nəyə görə tutaq ki, kontaktsız yumalar belə qalın HDPE qablaşmadadır. Tutaq ki, bunlar isə PET qablaşmadadır. Bu əllə yuma şampundur. Çünki tutaq ki, bunun içini boşaltsaq,
Bu şampunun birini töksək bu qaba 15-20 dəqiqə, maksimum yarım saat sonra buraxıb axacaq. Yəni o aqressiv şampun deməkdir. Yəni aqressiv şampunlarda həm mühitə, həm bizim sularımıza belə deyim, uyğun gəlir. Çünki tutaq ki, pH-ı 9-8 olan birinci mərhələ şampunlar, onlar belə deyək, ən çox keyfiyyətli su tələb edir. Su da əlbəttə ki, bizdə filtr yoxdur çox avtoyumalarda. Ona görə də aqressiv mühitdə və su yumuşaldıcılar olur bu şampunların tərkibində. Yəni o kislata deyənlər, yəni hansı ki bilmirlər, deyirlər ki, tərkibində kislata çoxdur hansı şampunu. Yəni kislata deyil. Əksinə gələvidir. Yəni gələvi ilə kislatanı heç vaxt səhv salmayın. Çünki kislata olsaydı, kislata istənilən şampunun da tərkibində var. Yəni kislatanın bir neçə növləri var, həmçinin də gələvinin də. Tutaq ki, həm qidada var kislata, həm gələvi də var, həm də kimyada var. Yəni o bir neçə növ kislata və gələvidir. Ona görə də kislata adını eşidəndə ona görə də heç nə narahat olmaq lazım deyil. Əlbəttə ki, ikisi də zərərli məhsuldur, amma ondan da daha zərərli gələvidir. Ona görə də gələvidən həmişə ehtiyat eləmək lazımdır. Hətta bəzən götürürlər avtomobili yuyanda birinci mərhələ şampunla qupqalayırlar. Yəni allergiya verə bilər, yəni əldə yanır, yəni sizə belə loru dildə başa salınır. Yəni siz gələvini qaynar su kimi təsəvvür eləyin, kislatanı da soyuq su kimi. Yəni bunlar bir-biri ilə uyğun gəlmir. Hətta belə lak necə yeyilir? Yəni lak elə bir böyük bir buz kubikidir. Ona belə deyə üstünə qaynar suyu tökdükcə o, yəni tökən kimi əlbəttə əriməyəcək. Onu yəni daimi tökdükcə o başlayacaq əriməyə, yəni sonra da heç bir şey qalmayacaq. Eyni də avtomobilimizin lakı. Yəni bir mərhələ yuyacaqsınız, bir mərhələ hər dəfə yuduqda, yəni yavaş-yavaş mikronlar azalacaq və sonra da avtomobil bozaracaq. Sonra deyəcəksiniz ki, hansı məhsulu tapım ki, bəs lak bozarıbdır, tez-tez o zəncilərdə gəlir ki, bəs lak bozarıbdır, nə verə bilərsən? Yəni onun heç bir, belə deyək, qeyri-peşəkar adamın edə bilməyəcəyi bir şeydir. Yəni onun da mövzusunu danışacağımsa, onun da öz peşəkarları var, hansı ki yanmış lakı bərpa edirlər, yəni avtomobilə boya vurmadan. Yəni bu kislata deyənlər sadəcə təcrübəsiz, biliksiz bir adamlardır, hansı ki şirkətlərə aid edir. Mən sizlərə aid eləmirəm. Yəni siz avtomobil sevənlərsiniz, ona görə də sizin bilməməyiniz belə deyək, ayıb deyil, amma bizim də borcumuz odur ki, sizlərə düzgün çatdırmaq lazımdır, sizlər üçün düzgün seçim eləmək lazımdır. Hətta bizim mağazamıza elə olur ki, bəzən müştəri gəlir, yəni biz ona heç artıq bir məhsul da vermirik, yəni bizdə məqsəd satış da deyil, yəni satış əlbəttə hamı istəyir, satışı yaxşı olsun, amma yenə də biz adımıza işləyirik. Ona görə də ən vacib bir şey addır ki, çünki o müştəri sabah ya birisi gün yenidən qayıtmalıdır mağazaya, başqa bir məhsul alsın. Yəni aldı, getdi, bəyənmədi, xoşlamadı, elə bir şey bizdə yoxdur. Yəni neçə aydır mağazamız, 7 aydır, 8 aya yaxındır işləyir. Yəni şükür heç bir şikayət olmayıb. Çünki biz müştərilərə malı satmaq məqsədi ilə heç vaxt yanaşmamışıq. Yəni bəziləri də elə bilir məhsullara görə biz elə arxayın danışırıq. Yox, düzdür. Yəni bugünkü gün yenə deyirəm, yəni haqqına da danışıram. Shine Systems Detailing məhsullarında Rusiyada bir nömrədir. Yəni bunu internetdən də açıb araşdıra bilərsiniz. Yəni kimsə çıxır deyir, yəni biz bir nömrəyik, biz beləyik, biz eləyik. Yəni sadəcə insanları cəlb eləmək üçündür. Yəni onlara da səslənirəm. Yəni biz sizdən heç vaxt reklam qazanmırıq. Yəni heç kimin bizə ucuz reklamı lazım deyil. Yəni biz çünki insanlar aldanmasın deyə biz onları məlumatlandırmalıyıq. Çünki burada sadəcə yalan gedir. Yəni adicə belə deyək, Magic deyilən bir şampun, yəni canlısına baxırıq. Keçən dəfə yəni bəzilərinin qeyri-peşəkar olanların
Canlılarına baxırıq, deyirlər ki, bəs bizdə belə bir şampun var, bəs siz onunla birinci yuyun, sonra ikinci dəfə qırmızı köpükdən söhbət gedir. Sonra siz onu 3-4 gün sonra yenidən gedin, ağ köpüklə yuyun, o təzədən qırmızı olacaq. Yəni o deməkdir ki, mən buradayam. Yəni o nə deməkdir ki, heç mən onu başa düşmədim. O sadəcə qələviyə reaksiya verən bir elementdir. Yəni adı da onun fenolftaleindir, hansı ki, qələvi mühitində cəhrai rəng verir. Neytrallaşanda ya turşu mühitə düşəndə rəngsizləşir. Yəni bu boya tərkibli bir şampunlar deyil. Yəni bizdə də Shine Systems'in Pink Foam'u var. O da eyni funksiyanı göstərir. Yəni bu sadəcə heç bir keyfiyyət qoruma demək deyil. Bu sadəcə bir marketinqdir ki, avtoyumalarda müştərini cəlb eləmək üçün. Yəni insanlar da rəngli köpük istəyir, ona görə belə bir şey fikirləşilib. Yəni reklama da qalsa, mən özümü belə deyək, kiminsə adı ilə tanıtmaq istəsəm, Azərbaycanda başqa şirkətlər var, hansı ki, Rusiyada məhsullar gətirir və işlərini də təmiz görürlər, insanları aldatmırlar, yəni reklamlarını eləyirlər, işləyirlər. Yəni adını da çəkə bilərəm rahat. Tutaq ki, ən böyük səhifə bugünkü gün avtokimiya səhifələrindən biri iPhone-dur. Yəni iPhone-dan mən belə deyək, il yarım, 2 il bundan qabaq elə bir tip videoları çıxmışdı qabağıma ki, bəs onlar da birinci mərhələ şampununu su qovucu adlandırır, amma son zamanlar mən elə bir şey görmürəm. Ola bilsin ki, adamlar sadəcə təcrübəsiz olubdur, yəni bilməyiblər, yəni o da ayıb deyil, yəni yenə də işlərini təmizlə görürlər, onlara yəni halal olsun. Yəni heç bir belə deyək, öz kolleqalarıma qarşı mən heç vaxt hörmətsiz eləmirəm, ta ki onlar insanları aldadana qədər. Yəni bir ilə il yarıma, tutaq ki 2 ilə bir şirkət onu dərk elədi, başa düşdü, məlumat aldı, bildi ki, birinci mərhələ şampun su qovucu deyilsə, yəni siz 2017-dən, yəni 8 ildir Azərbaycan bazarında siz yəni onu dərk eləmədiniz ki, birinci mərhələ şampunu heç vaxt su qovucu olmur, heç bir qoruyucu da qatı olmur. O sadəcə qələvi tərkibli bir məhsuldur və onun işi sadəcə palçığı töysün. Yəni onunla da yenə də istər Shine Systems olsun, istər iPhone, Grass, Smart Open, yəni nə qədər firma var. Birinci mərhələsi ilə daimi yusaz, keramikada gedəcək, PPF-in top coatı da gedəcək, lak da gedəcək. Yəni bunu istehsalçı da deyir ki, yəni bununla belə deyək, yuduqdan sonra ikinci mərhələyə mütləqdir keçmək. Yəni təbii ki, bunların tərkibini yenə deyirəm, elə bir maddələr var, yəni çoxu belə deyir də, Rus şampunlarının köpüyü yağlıdır. Yəni o yağ nədir? Onun adı kakamida propil aminoksid, yəni başqa bir efir yağlarıdır. Onlar da qoruyucu effekt yaradır ki, statik çirkə belə deyək, qələvi tam daxil ola bilməsin, yenə də daxil olur, amma laka minimum zədə vermək məqsədi ilə, yəni onlar tərkibdə olur, yəni şampunların tərkibində mövcuddur. Adını çəkdiyim efir yağları olsun, bayaq aminoksidin adını çəkdim. Onların əslində əsas funksiyalarından biri, belə deyək, şampun istehsal olunanda reaktorda şampun çox qatı olur, yəni jele halında olur, yəni onu əlavə etdikdə şampun durulanır, yəni su kimi halına gəlir və şampunun sonra da istifadəsini rahat eləmək üçündür. Amma yenə də yağlı olduğu üçün, yəni başqa bir efir yağlarının da istifadəsi sadəcə avtomobilin statik çirkinə çox zərər verməsin deyə istifadə olunur. Yəni dostlar, sadəcə bu məlumatları deməyimiz məqsəd odur ki, Azərbaycanda yəni hər şey düzgün olsun, yəni detailing mədəniyyəti düzgün olsun, tuning mədəniyyəti düzgün olsun. Baxırsan başqa ölkələrə detailinglər necə işləyir, yəni tuning atelyeləri necə işləyir, yəni bizdəki kimi ancaq body kit yığdılar, oldu tuning. Yəni hətta Azərbaycandan geridə qalmış ölkələrdə baxırsan ki, artıq onlarda bir irəliləyiş var, amma bizdə hələ də bütün işlər yalan dolan, yəni insanları aldatmaq, bu belə bir şeylərlə məşğuldurlar. Ona görə də
Biz hər şeyi, hər şirkəti araşdırırıq. Yəni biz kiməsə konkret deyim ki, nöqtələnmirik. Biz yəni bütün detailinglər olsun, şirkətlər olsun, şampun gətirməsinlər, bayaqki adını çəkdiklərim yox, başqa bir məhsul gətirənləri də araşdırırıq, baxırıq. Yəni bugünkü gün plonka gəlir, mənə deyirlər ki, sən niyə XPL reklam edirsən? Çünki mən bilirəm ki, bu marka sırf Amerika brendidir. Yəni bu məhsul da Amerikada istehsal olunur. Hətta sayta girib, yəni Amerikanın dövlət saytına girib XPL adını yazdıqda bütün məlumatları çıxır. Harda istehsal olunub, hansı ştatda, hansı şəhərdə. Yəni bugünkü gün bazarda amma Amerika adı ilə bir çox saxta plonkalar satılır. Yəni bizim işimiz sadəcə sizə düzgün məlumat çatdırmaqdır. Başqa bizim heç kimdən şəxsi qərəzliyimiz, yəni nəsə belə bir problemimiz yoxdur. Yəni sən əgər plonkanı Çindən gətirirsənsə, sən niyə utanırsan? Yəni sən insanları aldatma, yəni demə Amerikadır ya başqa bir məhsul olsun, Almaniyadan gətirirəm, İngiltərədən, yəni hardansa gətirirəm. Yəni əgər sizin məhsul, mən də deyə bilərəm, bəzən elə müştərilər olub ki, elə bilib ki, bu Alman brendidir, demişəm, yox, bu Rusiya brendidir. Yəni Rusiyanın da bugünkü gün lideridir, hansı ki, bu dəqiqə Rusiyada özünüz bilirsiniz ki, siyasi problemlərlə bağlı Rusiyaya bir çox məhsul daxil ola bilmir. Yəni bütün detailinglərin, onlar demək 90%-nin, hətta 99%-nin işlətdiyi məhsullar Shine Systems brendinə aiddir. İndi bir neçə xarici brendlər var ki, hansını ki tapırlar, amma qiymətləri əlbəttə ki, əvvəlkindən 2-3 qat daha baha olur. Araşdırma məqsədimiz də sadəcə ona bağlıdır ki, yəni neynəsəndə bu problem gəlir bizə dəyir. Nəyə görə? Yəni sizə deyim, niyə biz bütün şirkətləri araşdırırıq, baxırıq, yəni detailingi olsun, məhsul gətirən şirkət olsun, çünki gedirlər bir detailingə. Həmin detailing adını çəkmirəm də, yəni ümumiyyətlə çoxdur, heç kiminsə konkret adını çəkməyə ehtiyac yoxdur. Gedir, yəni polirovka keramikaya, cilalama da belə deyək, adlandıraq. Yəni cilalama eləyirlər, üstündən adi deyilir o keramik vosk. Yəni o keramik vosk da vurulur, bir mərhələ yürsən, yəni keramikanın özü də oradan da 2 ay, 3 ay gedəcək, əgər bir mərhələ yuyulacaqsa. Yəni insanlar gəlir, deyir ki, mən maşınımı sizin şampunla yudum, bəs keramikam getdi. Yəni sonra da araşdırırıq, soruşuruq. Yəni biz heç vaxt müştərini günahlandırmağa heç vaxt yəni elə bir şey olmayıb ki, biz müştərini günahlandıraq. Yəni müştəridən həmişə soruşuruq, hara aparmısınız, necə yumusunuz, nə vurublar, kim eləyib. Yəni ondan sonra bir nəticə çıxardırıq, baxırıq ki, yəni insanı aldadıb keramika adı ilə adi bir vosk vurublar. Tutaq ki, bizim Karnauba vosku, yəni Karnauba voskumuz ondan da yaxşı, hansısa bir Çin məhsulunu verirlər, 12-13 manatlıq keramika adı ilə aldadırlar. Ona görə də bizim işimiz budur ki, biz bütün məhsulları, şirkətləri, müştəriləri, yəni biz araşdırmalıyıq, bilməliyik. Bu adam nə alıb, bu adam nə gətirir, bu nə etməlidir? Yəni bəzən olur ki, hətta müştəridən soruşuruq, yəni şampun almaq istəyəndə, yəni harda yaşayırsınız, filtriniz var, yəni sadəcə artıq təcrübə onu göstərir ki, yəni ən azı ərazilərlə də belə bilirik ki, haranın. Bakının hansı rayonunda su cotdursa, yəni ora qədər biz müştəridən soruşuruq ki, yəni təxmini bilək, çünki bütün nə qədər Bakı ərazisində rayonlar varsa, biz orada şampunlar vermişik avtoyumalara və bilirik hansı şampun o zonada daha yaxşıdır. Ona görə də bu tip suallar bizdən yəni gözlənilir, çünki ən yaxşısını seçməyə çalışırıq və maksimum dəstək müştəriyə vermək istəyirik. Bu qədər dostlar, sizlə sağollaşırıq. Videomuza baxdığınız üçün təşəkkür edirik. Hansısa bir sualınız varsa aşağıda yorum bölümündə yaza bilərsiniz. Biz bütün yorumları oxuyub və cavablandırırıq. Yəni bu tip videoların tez-tez gəlməsini istəyirsinizsə, hansı mövzunu istəyirsinizsə yenə də yaza bilərsiniz. Yəni kanalımıza abunə olun, like edin videolarımıza, çünki bizi sevməyənlər çoxdur, çünki düz danışırıq, yəni kiməsə mane oluruq, səhifələrimizi spam elətdirirlər, şikayət göndərirlər, yəni biz bunların hamısını görürük.
Yəni nə qədər eləsələr də biz yenə də videolar daha çox çəkəcəyik. Yəni sizin də əlbəttə ki, dəstəyinizlə, çünki biz bilirik şikayət gələndə, yəni bunların qarşısı alınır. Ona görə də bizim üçün heç bir problem yoxdur. Əsas odur ki, insanlarımız düzgün məlumat alsın. Sağ olun, salamat qalın. İnşallah gələn videolarımız daha da maraqlı olacaq, daha geniş məlumatlı olacaq. Hələlik.